Salam dostlar, mən Murad. Bu videoda sizinlə birlikdə Almanca danışığı daha təmiz və güclü ifadə yollarını öyrənəcəyik. Özəlliklə burada B2 S1 imtahanımızda hansı ki gediriyordu və bəzi bağlayıcılar bizim üçün çox əvəz olunmazdır. Yəni onları istifadə etməliyik. Yəni ona görə bu serini çəkməyə qərar verdim və bu videoların davamı gələcək. Gündən-günə bəzi ifadələri daha yaxşı necə açaq deyə. Videoya başlamadan öncə özüm haqqında qısaca məlumat verim. Mən Murad, Almaniyada Top Universitetdən olan Heidelberg Universitetində Computer Science bölümü oxuyuram Almanca olaraq və həmçinin Almanca dərslər tədris edirəm. B2 S1 özəlliklə conversation dərslərinə qatılaraq danışığınızı, yəni imtahan üçün, yəni əsasən bəzi nüanslarla da yaxşılaşdıra bilərsiniz. Okay, videoya başlayaq. Bəli, indi bizə nəticəyə necə çatdığımızı göstərmək üçün istifadə edirik və sual olaraq, yəni həmişə necə sualına cavab ver. Yəni bir şey edirəm. Yəni necə edirsən bunu? Sən bu prosesə, yəni nə bilim, bu üsulla, yəni sən burada bir çil var, yəni bir prosesin bir amac var və onu amaca çatırsansa, yəni onda olur sən necəliyini qoyursan. Örnəklərə baxaq daha yaxşı anlaşılsın sizə. Ich bleibe fit. Nə deməkdir? Formda qalıram işte. Mən fit qalıram. Indem ich jeden Morgen spazieren gehe. Hər səhər gəzməyə çıxıram. Məsəl üçün deyirəm ki, hər səhər gəzməyə çıxıram və formda qalıram. Bunu da yazanda məsəl üçün necə deyirəm? Deyirəm ki, normalda aha, ich bleibe fitdə mən məsəl üçün fit qalıram. Necə qalırsan? Mən yürüyüşə çıxaraq, nə bilim, bir şey eləyərək qala bilirəm. Və burada sual nədir? Avtomatik. İndi necə qalırsan? Necəsini gətirib burada açıram. Ona görə diqqətli olun. Və indimdə diqqət etsəz feil sona gedir. Yəni bu sizə məsəl üçün biraz while kimidir. Yəni while'dır. Yəni ona bənzədin. Yəni feilin işləmə prinsipi while'dır, das'dır. Yəni bunun kimi eynidir. Daha yaxşı baxaq. Məsələn, ich bleibe fit. Yəni, nəticəsini deyirəm bunun, bleibe deyirəm, fit qalıram və nəticə də nədir? Məsəl üçün, necə qalırsan, yəni, necə olur, yəni, nəticəsində hansı yolla edirsən, yəni, bunu gətirib qoyuram. Hansı yolla qalırsan sağlam, məsəl üçün, hansı yolla nəsə edə bilirsən, nəsəsini də mən necəsini gətirib indəmin açıram. Bu daha yaxşı belə deyim sizə, Alman dilində, ümumiyyətlə, sokak Almancasında, umqangda, yəni, duyux vas deyirlər və yaxud da deyirlər, vo duyux, yəni, nə vasitəsilə, necə, nə ilə qala bilirsən, yəni, nə tərzdə qala bilirsən, necə qalırsan, bu suallar. Örnəklərə baxaq, daha yaxşı anlaşılsın sizin üçün. Baxaq, deyirəm ki, wir sparen Geld. Biz, sparen nədir? Pul qənaət edə bilirik. Məsələn, biz pul qənaət edirik. Siz pul görsən necə qənaət edirsiniz? Deyirəm, necə qənaət edə bilirsiniz də, mənə çox maraqlıdır sizin necə pulu qənaət etməyiniz. Açıram burada. Yəni, düşünün, yəni deyirəm, bayaq kimi feil sonunda gedir. İndəm, sadəcə indəm yazıram və vergül olmalıdır özündən sonra. İndem wir zu Hause kochen. Ümumiyyətlə, zu Hause bəzilər bilməyənlər üçün yazın. Bura evdə deməkdir. Alman dilində, yəni evdə zu Hause'dir. Bunu qarışdırmayın. Yəni evə getmək mənasında yox. Zu Hause, yəni evdəyəmsə deyirəm ki, zu Hause deyirəm və yaxud da bəzən bunu yoldaşlar qarışdıra bilir. Zu Fuß var, ayaqla getmək deməkdir. Yəni bəzən deyirik mit Fuß, yəni mit olmur, yəni ümumiyyətlə mitlə istifadə olunmur. Ayaq ilə zu Fuß deyirik. Bu da bir istisnalardır. Bunları diqqətli olun, özələ qarışdırmayın. Mit Fuß yazsaz direkt avtomatik olaraq səhvdir, yəni belə X qoyarlar. Yəni danışıqda istifadə olunmur. Yəni özəlliklə bunu istifadə olmalıdır. Sonra davam edirəm. Man kann Stress abbauen. Abbauen nədir? Stresi uzaqlaşdıra bilir, stresi qova bilir, stres ata bilir. Kanla qoyuram, fərqi yoxdur, yəni. Man kann edə bilir adam bunu stres ata bilir. Görsən necə ata bilir? İndi qoyuram. O necəliyini burada açıqlayıram. Yəni necə eləyə bilir bunu? Hər gün məsəl üçün idmanla məşğul olaraq, yəni daimi olaraq idmanla məşğul olaraq. Səhər məsəl üçün özünün üstünə deyə bilərsiniz. Manı yığışdırıram. Ich kann məsəl üçün stres ata bilirəm. Necə ata bilirsən? Deyirəm ki, məsələn yürüyüş eləyərək və yaxud da evdə qalaraq. İndem ich zu Hause məsəl üçün bir şey deyə bilərsiniz. Evdə nə edə bilərəm? Bleibe edə bilərsiniz və yaxud da başqa bir şey edə bilərsiniz. Bundan istifadə edə bilərsiniz. Sonra digər örnəklərə baxaq. Sie bleibt gesund. Nə deməkdir? İşte sağlam qala bilir də, yəni o sağlam qala bilir. Sie bleibt gesund. Yəni sağlam qala bilir. İndem sie, yəni o çoxlu su, məsəl üçün nə edir? İçir. Və məsəl üçün həmçinin nə edir? Yəni qidasına da əlavə bir cümlələr ondan əlavə edə bilərsiniz. Onu göstərmək üçün yazmışam. Yəni normalda belə də yaza bilərsiniz. İndem sie viel Wasser trinkt. Yəni o necə məsəl üçün sağlam qaldı? Çoxlu su içərək sağlam qaldı. Adam necə sağlam qala bilər? Çoxlu su içərək sağlam qala bilər. Adam necə arıqlaya bilər? Məsələn, deyirəm ki, ich kann
Örnek yazım sizə. Ich kann abnehmen. Abnehmen nədir? Bəziləri bilməyə bilər. Abnehmen arıqlamaq deməkdir. Mən arıqlaya bilirəm. Necə arıqlayırsan? İndem, məsəl üçün deyirəm ki, ich viel Wasser, yəni su, nə edirəm? İçirəm. İçə bilirəm, yəni trinke yaza bilərsən. Gedər yəni. Okey. Keçək sonra biraz belə birləşmələr olanlara baxaq ki, yəni istəyirsiniz, yəni birləşdiricilərə. Adam erweitern nə deməkdir ümumiyyətlə? Erweitern bir adətən necə istifadə edir? İşte üfqümüzü genişləndirmək, bir şeyimizi artırmaq barəsində ən çox bu ifadə ilə istifadə olunur və bunu hətta qalıb kimi əzbərləyə bilərsiniz. Yəni misal imtahanlarda istifadə edə bilərsiniz. Adam üfqünü genişləndirə bilər. Necə? Necə götürəm qoyum? Necə genişləndirə? Görürsən mənim maraqlı necə genişləndirə bilir? Məsəl üçün nəinki nixna. Bunu gələn dərslərdə izah edəcəm. Ümumiyyətlə bu yapılarda nə deməkdir? Nixnadır və yaxud da zonlen. Bu bir ifadədir. Nixna Sehenswürdigkeiten, yəni bunu ziyarət edərək, yəni görməli yerləri, adam həmçinin görməli yerlərini ziyarət edərək və deyək də, yəni belə deyim, daha oturması üçün nəyisə eləyərək, yəni nəsə vasitəsilə, nəinki hətta nəsə vasitəsilə öz horizontunu artıra bilər. Bu da belə. Burada da yazmışam, yalnız görməli yerləri ziyarət etməklə deyil, həm də yerli insanların gündəlik həyatına dalmaqla dünya görüşünü genişləndirir. Bu tərcümədə belə gəlir, amma dediyim kimi, yəni cümlə quranda daha belə izah elədiyim formada qurun. Yəni yalnız görməli yerləri ziyarət etməklə deyil, həm də sondern auch, həm də mənasında istifadə edə bilərsiniz və diqqət edin, fe'l sonunda gəlir. Sonra ən çox qarışdırılan bir şey nədir? In plus demlə, yəni bu relativ zatsıdır, belə deyək. Relativ zats nədir? In plus, yadınızı saxlayın, plus əgər in-dən sonra dativdə deyirsinizsə, dativdə olacaqsa, bu olacaq dadə. Dadə 2 yazın, belə dadə deməkdir. Məsəl üçün, yəni dativ formasına düşür bu. Bu dativ formasına düşür. Bəzən qarışdırılır, ona görə burada nümunə yazım. Bu relativ cümlədir, yəni bir relativ zatsıdır bir cümlə yazmışam. Deyirəm das Haus, ev. Bunu bəziləri bilməyə də bilər. Haradasa bu B1, B2 falan olmalıdır, yəni təxmin oralarda. Yəni B1-dən etibarən deyim. Deyirəm das Haus in dem ich wohne ist groß. Ev mənim yaşadığım ev böyükdür. Tərcümədə belə gələr. Amma bunu normal tərcümə etsək, das Haus, yəni öz beynimizə oturması üçün, yəni deyim das Haus. Deyirəm ki, hansında ki mən yaşayıram o. Dadə deyirəm, məsəl üçün, haradakı deyim, hansındakı deyim, hansındakı daha yaxşıdır. Adətən belə daha adamın yadda qalır və yaxud da harada mən yaşayıram, o böyükdür. In, bu niyə dem oldu burada? Das Haus'da məsəl üçün, das Haus, datifə düşəndə ikinci tərəfdə das dem olur axı. Dem olduğu üçün, yəni oldu. Deyirəm ki, böyükdür, məsəl üçün. Sonra, əgər indi bunda yazmışam, bura müqayisə olması üçün, daha yaxşı beyninizə oturması üçün, bilirikdə, məsəl üçün, şəhərin artiklı nədir? Die Stadtdır. Die Stadt olduğu üçün, die datifdə D olacaq. D olacaq. Sonra və məsəl, əgər desəydi ki, tutaq dağıtıram, yəni belə bir şey mövcud deyil də, bu səhvdir sadəcə. Məsələn, das Stadt olsaydı, əgər, onda isə das dem olacaqdı. Misal, daha yaxşı oturmağımız üçün də, yəni beynində belə bir formalaşdırmağım üçün belə sənə yazdım. Misal, das olsaydı əgər bu tutaq ki, o zaman in dem ich arbeite. Yəni bu belə olacaqdı. Yəni bu oturması üçün, yəni belə bir səhvdir, bu ümumiyyətlə das yoxdur, yəni daha yaxşı başa düşdü deyə izah elədim. Və indi isə gələk daduqdasa səbəb nəticə bağlayıcısı deyim, yəni qısaca ümumiyyətlə necədir? Yəni indemlə demək olar oxşardır. Bəzi bir-iki nüansları var, yəni onun xaricində istifadə edə bilərsiniz. Bir sualına cavab verir, yəni indemdə olduğu kimi. Yəni nəticəsində, yəni bir işin burada isə artıq, yəni mənə onun nəticəsi maraqlıdır. Yəni nəticəsində yəni bu oldu tərzində. Və işlənmə prinsipi də yəni indemdən olduğu kimidir. Yəni diqqətli olun, burada araya vergi girmir. Yəni çox zaman bunu qarışdıra bilərsiniz ki, dasdan əvvəl vergi qoyuruq axı, yəni digər das qrammatikamız var ya, bizim zodas və yaxud da das. Ona diqqətli olun, sadəcə burada dasdan əvvəl deyil də, daduqdan əvvəl qoyulur. Baxaq cümlələrimizə. Man lernt besser. Adam man lernt besser, dadurch das man regelmäßig übt. Deyirəm ki,
adam yaxşı öyrənir. Necə öyrənir adam yaxşı? Düzənli şəkildə məşq edərək, mütəmadi məşq edərək, yəni indemlə və yaxud da indemlə qoymaq olardı. Yəni eyni prinsipdir, yəni və yaxud da dadurch das həmçinin başqa da gələ bilər. Deyirəm ki, dadurch das man regelmäßig übt, lernt man besser. Başda gəldiyimiz zaman yenə dəyişmir. Sadəcə bu cümlə, belə deyim sizə, bu cümlə elə bil ki, burada olur. Yəni necəliyini bildirən cümlə. Məni hansı ki necəliyini açıram, yəni metodikanı açıram. Deyirəm, necə öyrənirsən də, yəni necə eləyə bilsən bunu sən? Necəni harda deyirəmsə, bax necə cümləsidir, bax bunların. Ümumiyyətlə indemlə necə cümləsidir. Adam bunu belə eləyə bilər. Görsən necə eləyə bilər? Mənim maraqlıdır. Deyirəm, sən imtahandan keçdin, sən onu necə keçdin? Qayıb deyir ki, işte mən imtahandan keçdim, necə keçdim? Deyirəm, indem. Məsələn, mən hər gün gecə gündüz oxudum da, yəni deyirəm ki, mən hər gün gecə gündüz oxudum da. Bu indem cümləsidir və yaxud da bununla da deyə bilərsiniz. Yəni hər ikisi olar. İndi isə sonra yenə baxaq və həmçinin bunu da qeyd edeyim, bayaqları əvvəl qeyd eləmədim. Çünki çox zaman indem burada istifadə olunur. İndem başda da gələ bilər. İndem i, jeden tag über, verbessere ich mein Deutsch. Mən məsəl üçün hər gün məşq edərək, yəni üben bir şey edərək, yəni məşq edərək mən öz almancamı inkişaf etdirirəm, yəni yaxşılaşdırıram, yəni belə deyim. Və yaxud da həmçinin indem burada da gələ bilər. Yəni dəyişmir. Ümumiyyətlə bu da rahatdır. Yəni bunu öyrənməyə çalışın. Yəni bunu da bilin ki, yəni səhər kitablarında falan hardasa olanda tərcümə üçün yəni bunu yazmışam. Hətta bunu istifadə edin, bunu və bir də bunu istifadə edin. Yəni bunlar daha rahatdır sizin üçün. Ümumiyyətlə daha rahat bir şəkildə düşüncənizi aça bilərsiniz. Bəzən görürəm düşünürlər, tələbələrdə olur adətən və ikisi bir imtahanda. Düşünün, yəni imtahan olsun və yaxud da əvvəldə hazırlıqlarda, yəni harda nəyi deyim, yəni düşünün ki, başa bir şey deyirəm, ondan sonra onun nəticəsini açıram. Deyirəm ki, temamız nədir? Məsəl üçün, səyahət teması, bayaqları qeyd etdiyimiz kimi, səyahətə çıxıram mən. Səyahətə çıxandan sonra görürsən, orada mən deyirəm ki, səyahətə çıxıram, işte dünya görüşümü artıram. Mən necə artıram? İşte adam səyahət eləyə bilər ki, necə eləyir o səyahəti? Nə bilim, gedə bilər, başqa bir ölkədə nəsə eləyə bilər, Hindistanda oranın kültürünü öyrənərək nəsə öz dünya görüşünü artıra bilər tərzində istifadə edə bilərik. Və sonda qısaca deyim, bunun da fərqi, məsəl üçün, dadurch das-la indemin fərqi tam olaraq nədir? İndem gündəlik həyatda çox istifadə olunur, ümumiyyətlə, hər zaman indem istifadə olunur və biraz sadədir qurmaq. İndemdə, məsəl üçün, tam olaraq bir prosesin necəliyi var da, yəni, məsəl üçün, bir proses sən necə edirsənsə, ona deyirsən indemlə, yəni necə vi, yəni bir vasitə, bir metodika var orada. Yəni deyirəm ki, mən arıqlayıram da, yəni necə arıqlaya bilsən? Hər gün su içərək. Bu mənim metodikamdır, bir vasitədir. Amma dadurch das-da isə məsəl üçün nəticədə, necə yəni nəticədə mənası, biraz səbəb kimi, yəni biraz nəticə, mən bir nəticəsi önəmlidir, bir metodikası önəmlidir. Amma bunlara çox fərqinə varmı? Yəni bir də dadurch das biraz akademik yazılarda falan istifadə olunur, amma ən çox yenə dediyim kimi indem istifadə edin, ikisini istifadə edə bilərsiniz. Yəni, bunu məsəl üçün şxaybanlarda istifadə edə bilərsiniz, qəşəng görünür, qəşəng bir belə adamın gözünə çarpır özəlliklə, indemi danışıqda istifadə edin, yəni belə örnəklər verim. Video bu qədər idi. Ümid edirəm bunlar kömək olacaq sizlərə və həmçinin istəsəniz bunları kalıplaşdıra da bilərsiniz. Əgər videonu bəyəndinizsə, kanala abunə ola bilərsiniz, yorum yaza bilərsiniz, hər hansısa bir beyninizdə sual olarsa və yaxud da nəsə ola bilərsə, yorumda yaza bilərsiniz. Növbəti videolarda görüşənədək sağ olun.